Az əvvəl mən bundan əvvəlki sualınızda da nisbətən buna cavab verməyə çalışdım. Putin üçün, yəni Rusiya üçün mövcud şərtlər daxilində sülh sazişinin bağlanması qələbə sazişi deyil bu. Onun üçün də ağır şərtlərdir bu. Bu vəziyyətdə sülh sazişinin bağlanması. Ona görə də mümkün qədər Rusiyanın vəziyyətini yaxşılaşdıracaq və cəmiyyətinə qələbə kimi təqdim edəcək şərtlər əlavə edir Putin. O ki, qaldı Ukraynadakı kənar idarəçinin təyin olunması məsələsinə sual yaradır nəyə görə? Hansı hüquqi əsasa görə? Beynəlxalq hüquq normaları buna ziddir. İşğala məruz qalmış bir ölkədir. İşğala məruz qalmış Ukrayna beynəlxalq hüququn norma və prinsiplərinə görə Rusiya tərəfindən, yəni cinayət törədən Rusiya tərəfidir. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə ondan ibarətdir ki, Ukrayna konstitusiyasına əsasən ölkədə hərbi əməliyyatlar keçirilərsə və ya hərbi vəziyyət elan olunubsa, hərbi əməliyyatların sonuna qədər, o cümlədən hərbi vəziyyət rejimi bitənə qədər seçkilər təxirə salınır. Yəni, bu konstitusiyon normadır və Zelenskinin hakimiyyətdə qalması legitimdir, hüquqidir. Bunun heç bir qanunsuz tərəfi yoxdur. Yeri gəlmişkən Azərbaycan konstitusiyasına görə də hərbi əməliyyatların keçirilməsi mane olursa təxirə salınır. Putinin bu iddiası BMT tərəfindən də rədd olundu. Əsassız bir iddiadır və bunun reallaşacağı mümkün deyil. Heç bir halda mümkün deyil. Bilirsiniz, Ukrayna qarşısında elə bir şərtlər irəli sürülməlidir ki, Ukrayna buna razılaşa bilsin, gedə bilsin. Əgər getməyəcəksə, bu davam edəcək. Nəyin bahasına olursa olsun, Ukrayna buna davam edəcək. Və burada diqqətdən qaçırılmayan bir məqam var. Artıq Ukraynada Rusiya meyilli hakimiyyətin gəlmə perspektivi yoxdur. Çünki Ukrayna hakimiyyəti toplumu bütövlükdə Rusiyanı düşmən bilir. O baxımdan Zelenskinin getməyi yeni Rusiya meyilli hakimiyyətin gəlməyi demək deyil.